Bugün sizinlə 2-ci sinifdə olan vacib məqamları vurğulayacağıq. Hansı ki, ilk öncə burada müşahidəçidən söhbət gedir ki, müşahidəçi ətraf aləmi seyr edən şəxsə deyilir. Rəssam da müşahidəçidir, hansı ki, ətraf aləmi seyr edərək təsvirlər yaradır. Daha sonra burada Amsar bağlarında Səttar Bəhluzadənin əsərini görürük. Yay Lətif Feyzullayevin əsəridir. Daha sonra burada akvarel haqqında məlumat verir ki, hansı ki, incə xüsusiyyətə malik şəffaf boyadır. Bu boya ilə iş zamanı boyadan az, sudan çox istifadə olunur. Akvarel boyasında ağ rəng yoxdur və akvarel boyası düzəlişləri sevmir. Daha sonra quaş boyası. Quaş boyası deməli qatı boyadır, hansı ki, bu boyanın şəffaflığı yoxdur. İş zamanı bu boya ilə iş zamanı sudan az, boyadan çox istifadə olunur. Daha sonra gəldik pastel təbaşirlərə. Pastel təbaşirlər isə hansı ki, yumşaq rəngli təbaşirlərdir. Onun vasitəsilə daha çox xətt və ləkələri yaymaqla təsvirlər yaradılır. Biz burada rənglərin qarışımını, həmçinin əsas rənglərimizi görürük ki, hansı ki, qırmızı, göy və sarı bizim əsas rənglərimizdir. Bu rəngləri heç bir rəngdən almaq olmur. Digər rəngləri isə bu rənglərin qarışımından əldə edirik. Hansı ki, burada gördüyümüz kimi qırmızı və sarını qatdıqda narıncı, sarı və göyü qatdıqda yaşıl rəngi. Həmçinin burada digər rənglərin qarışımını görürük ki, qırmızı və göy rəngdən bənövşəyi rəngi, ağ və qırmızı rəngdən rozvu rəngi, hansı ki, çəhrayı rəng kimi gedir. Daha sonra qırmızı, üstə gəl sarı və yaşlı qatdıqda qəhvəyi rəngi alırıq. Digər rənglərə də baxarsınız. Daha sonra deməli burada isti rənglərimiz verilibdir, hansı ki, qırmızı, sarı, narıncı və qəhvəyi bizim isti rənglərimizdir. Soyuq rənglərimiz isə yaşıl, göy, bənövşəyi və mavidir. Həmçinin çalar haqqında söhbət açılıb ki, hansı ki, çalar bir rəngin müxtəlifliyidir. Burada isti tonlarda verilmiş Dağlı Qadın əsərini görürük Nadir Əbdürrəhmanovun və soyuq tonlarda Bahar gəlir Elmira Şahtanskanyanın əsəridir. Burada biz deməli Moulin Rouge seriyasından Arif Əzizin xətlərlə işlədiyi əsərini görürük və ləkə ilə işlədiyi ağıllı tutuquşunu. Ləkə rəngkarlıqda bədii ifadə vasitəsidir və fırçanın qoyduğu izdir. Daha sonra burada mənzərə Bağır Maratlının əsəri, həmçinin Qızıl Payız Əli Səfərovun. Daha sonra burada kompozisiya ilə tanış olur ki, hansı ki, kompozisiya ayrı-ayrı hissələrdən bütöv bir təsvir yaratmaqdır. Yəni, kompozisiya zamanı vərəq üzərində düzgün yerləşdirilmə olmalıdır. Heç bir, belə deyim də, əşyanın varlığın yeri dar olmamalıdır. Hər bir şey sərbəst şəkildə özünü ifadə etməlidir. Gördüyümüz kimi burada kompozisiya düzgün şəkildə qurulub. Burada düzgün şəkildə verilməmiş bir kompozisiyadır, hansı ki, təsvir bir küncə sıxılmış formadadır. Burada çox aşağıda. Burada isə hər bir şeyin yeri dardır. Görürsünüz, biz burada yarpaqların, ağacların, budaqlarını falan tam, belə deyim də, özünü ifadə etdiyini görmürük. Çünki tam təsvir edilməyibdir. Sanki bir darlıq var əsərdə. Daha sonra burada isə hər bir şey özünü aydın formada ifadə edir. Hər tərəfdən eyni bərabər məsafə qoyulubdur və təsvir düzgün formada yerləşdirilibdir. Daha sonra biz burada baxarıq, deməli, Balaca Esmira Mulküllü Mustafayevanın əsəridir. Daha sonra Narlar və Misqablar Məlik Məmmədxanovun. Bizim narlar mövzusunda daha çox təsvirlər yaradan rəssamımız bildiyimiz kimi Toğrul Nərimanbəyovdur. Bir dənə bu Narlar və Misqablar əsəri Məlik Məmmədxanova aiddir ki, bunu digər nar əsərləri ilə qarışdırmamağa çalışın. Daha sonra burada yenə kompozisiyanın düzgün yerləşdirilməsidir. Hansı ki, burada gördüyümüz kimi yarpaqların yeri dardır. Hansı ki, tam formada özlərini ifadə edə bilmirlər, təsvir olunmamışdır. Burada çox yuxarıda, burada düzgün formada təsvir olunub, tam belə deyim, eyni məsafədə hər bir tərəfdən məsafə qoyulubdur və yarpaqlar özünü ifadə edibdir. Daha sonra burada isə çox, belə deyim də, təsvir aşağıda yerləşdirilir və düzgün deyil. Daha sonra gəldik ornamentə. Ornament hansı ki, naxışların ardıcıl düzülüşüdür. Naxış dedikdə bir dənə hansı ki, bax gördüyümüz bu işarədir. Ornament isə bu işarələrin, naxışların ardıcıl ritmik düzülüşüdür. Daha sonra
Ornamentin hansı ki 3 növ var. Burada ikisi haqqında məlumat verilir. Nəbati ornamentlər hansı ki yarpaq, budaq, gül və digər bitki elementləridir. Həndəsi ornamentlərdə isə həndəsi fiqurlardır. Dairə, üçbucaq, düzbucaq, romb, kvadrat bunlardır. Zoomorf isə bu ikinci sinifdə verilmir. Zoomorf isə heyvan və quş təsvirləri ki, hansı ki digər siniflərdə tanış olacaq. Daha sonra simmetriya. Simmetriya qatlama xəttidir. Hansı ki, belə deyim, təsviri ortadan 2 qatladıqda hər iki tərəf eyni bərabər ölçüdə, belə deyim də, bir-birinin üzərinə düşməlidir. Məsələn, burada kəpənəyi görürsünüz, qatlasaq, hər iki tərəf eyni ölçüdə bir-birinin üzərində təsvir yaradacaqdır. Hansı ki, biz birinci sinifdə monotopiya texnikası ilə tanış oluruq, hansı ki, o da simmetrik əşyaların rənglənməsindən bağlıdır ki, bir tərəfə boyanı yaxırıq, digər tərəfə qatladıqda hər iki tərəfdə boyanın izi ilə eyni təsviri alırıq. Burada isə həmən simmetriyadan söhbət açılır. Məsələn, burada bir qab verir ki, hansı ki, bu qab simmetrik deyil. Bunu ortadan simmetriya oxu qoyub qatlasaq, tamamilə fərqli bir təsvir alınar və düzgün alınmaz. Top isə simmetrikdir, yəni hər iki tərəfi eynidir. Digərlərinə də baxa bilərsiniz. Məsələn, qab simmetrikdir. Daha sonra açar simmetrik deyil. Burada açar təsvir var ki, hansı ki, bu təsvir simmetrik deyil. Çünki hər iki tərəfi bərabər ölçülərə malik deyil. Daha sonra fincan verib ki, fincan da simmetrik deyil. Bu qab da simmetrik deyil. Quş isə simmetrikdir. Hansı ki, qatlasaq, hər iki tərəfdə eyni, belə deyim də, rəsmi ala bilərik. Daha sonra burada hansı ki naturadan rəsmlə söhbət gedir. Natura bildiyimiz kimi qarşımızda olan varlıqların təsviridir. Bu insan təsviri də ola bilər, mənzərə təsviri də ola bilər, cansız varlıqların təsviri ola bilər. Hamısı qarşımızda nə görürsə də biz onu vərəq üzərində düzgün şəkildə yerləşdiririk. Bu naturadan rəsmdir. Daha sonra burada deməli animalistika haqqında söhbət açılır ki, hansı ki animalistika heyvanların, quşların təsviridir və bununla bu belə deyim də rəsmləri çəkən şəxsə isə animalist deyilir. Daha sonra hansı ki gildən və plastilindən hazırlanan belə deyim təsvirlər yapmaya aiddir. Burada plastilinə işin ardıcıllığı verilib ki, hansı ki plastilinə heyvan fiquru hazırlaqla bununla testlərdə qarşılaşacaqsınız. Diqqətlə baxarsınız. Birinci onu müşahidə edirik ki, hansı fiquru hazırlayacaq, onun xüsusiyyətlərini heyvanın belə deyim də müşahidə etdikdən sonra rəng seçimini müəyyənləşdiririk. Daha sonra dartmaqla, sıxmaqla plastilini müəyyən bir hissələrə ayırırıq. Başını, əlini, ayaqlarını fərqi yoxdur. Daha sonra detallarını dəqiqləşdiririk. Ümumiyyətlə işin ardıcıllığında son mərhələdə detalların dəqiqləşdirilməsidir ki, gözünü falan, yəni hər bir detalını dəqiqliklə vurğuluyuruq. Daha sonra burada bizim mənzərə çəkən rəssamımız Mikayıl Abdullayevin əsərləri verir ki, hansı ki isti tonlardan mənzərə, dağlar isə soyuq tonlarda işlənibdir. Natriumort. Natriumort isə cansız varlıqların təsviridir ki, hansı ki gül çiçəklərdir, meyvə tərəvəzlərdir. Hamısı natriumort gedir. Qab-qacaqlar, bunlar natriumorta aiddir. Burada da biz deməli Zambaq natriumort əsərini görürük Davud Kazımovun. Həmçinin Çiçəklər Nardaran Tahir Salahovun əsərini görürük. Daha sonra Güldanın deməli təsvirindən tanış oluruq. Burada hansı ki naturadan Güldan rəsmini çəkərkən nələrə diqqət etməliyik? Ardıcıllığı oxuyursunuz. Burada deməli ilk öncə deməli enli hündürlüyünü müqayisə edirik ki, hansı ki onu vərəq üzərində bayaq qeyd etdiyim kompozisiyanın düzgün yerləşdirilməsi ki, vərəq üzərində düzgün yerləşdirmək. Hər iki tərəfdən eyni məsafə qoyulmalıdır. Vərəq üzərində sərbəst özünü ifadə etməlidir. Daha sonra simmetriya oxunu qoyuruq. Əgər bu simmetrik bir əşyadırsa, məsələn Güldan görürsünüz, burada simmetrikdir. Hansı ki simmetriya oxunu qoymalıyıq. Daha sonra deməli simmetriya oxunu qoyduqdan sonra kənar xətlərini dəqiqləşdiririk. Daha sonra güllərini əlavə edirik burada gördüyünüz kimi. Daha sonra gülləri də tamamladıqdan sonra deməli Güldanı və deməli gülləri rəngləyirik. Bu da deməli Güldanın, naturadan Güldanın çəkilmə ardıcıllığıdır ki, hansı ki bu ardıcıllığa riayət edirik. Daha sonra burada Nərgizlər əsərini görürük Mahmud Tağıyevin, Ev Dovşanı Albrecht Dürer'in əsəridir. Daha sonra burada deməli Dənizkənarı bulvar axşamçağı Kamil Nəcəfzadənin əsəri ilə tanış oluruq. Burada deməli neft mövzusunda əsərlər çəkən rəssamlarımızdan biri olan Maral Rəhmanzadənin Günəş şüaları əsəri ilə tanış oluruq.
Hansı ki, burada estakada əsəri ilə oxşardır, amma necə yadımızda saxlaya bilərik? Burada günəş şüaları verilir neft buruqlarının üzərində. Digər estakadada isə neft buruqlarının üzərində günəşi biz şüalarını görmürük. Yəni bununla bu əsərləri qatmayın, çalışdığınız qədər ayırmağa çalışın. Estakada və günəş şüaları. Daha sonra heykəltaraşımız hansı ki, Cəlal Qaryağdı ilə tanış oluruq ki, deməli heykəltaraşlıq sənətimizin inkişafında böyük, belə deyim də, müstəsna rolu olubdur. Onun deməli əsərlərinin əsas mövzusu döyüş və əmək qəhrəmanlarıdır, hansı ki, burada da qeyd olunubdur. Onun Lənkəranda ucalan heykəli Həzi Aslanovun heykəlidir. Daha sonra musiqi sənətimizin görkəmli nümayəndələrini, heykəllərini yaradıbdır. Fikrət Əmirovun, Rəşid Behbudovun, Qara Qarayevin və Bülbülün. Daha sonra burada onun şəkilli əsərlərindən Molla Pənah Vaqifin heykəlini görürük, Mirzə Ələkbər Sabirin və Nəriman Nərimanovun heykəli ilə tanış oluruq. Daha sonra burada insan fiquru hazırlamanın ardıcıllığıdır. Deməli, burada başı, boğazı, gövdə və ayaqları plastilin hissələrə ayırırıq. Daha sonra onları uyğun formalara salırıq. Hər birini başı, əli, ayaqları uyğun formalara saldıqdan sonra detallarını, əllərini, qaş, göz, burun, ağız, qulaq və sair elementlərini dəqiqləşdiririk. Həmçinin plastilinə hərəkət, belə deyim də, hərəkət də qata bilərik ki, hansı ki, hərəkət elementlərini də əlavə edə bilərik. Daha sonra burada deməli baxırıq, deməli şagirdlərin deməli tullantılardan hazırladıqları maraqlı kompozisiyaları görürük ki, burada da şəhər qruplar. Burada gördüklərimizə baxarsınız diqqətlə. Daha sonra burada deməli Bağda qar əsərini görürük. Asəf Cəfərovun, həmçinin Neft daşlarında qış Tağı Tağıyevin gözəl bir əsəri ilə tanış oluruq. Burada illüstrasiya ilə tanış oluruq ki, hansı ki, illüstrasiya mətnin rəsm vasitəsindən ifadəsidir və həmçinin illüstrasiyanı ilk dəfə yaradarkən baş hərflərin bəzədilməsi ilə yaradılıb ki, hansı ki, qədimdə bildiyimiz kimi nağıllara baş hərflər çəkilir ki, hansı ki, məsələn, biri var, biri yoxdur, B hərfini böyük belə bəzəkli formada belə deyək də təsvir edirlər ki, bu illüstrasiyadır. Daha sonra illüstrasiya geniş bir belə deyək də rəsm vasitəsindən ifadə olunmağa başladı. Daha sonra burada Çiçəklənən bağ Səttar Bəhluzadənin əsərindən tanış oluruq. Həmçinin Bahar çiçəkləyən alma ağacları İsaq Levitanın əsəridir. Daha sonra Novruz 5 qız 5 səməni Böyükağa Mirzazadənin məşhur əsərlərindən biridir. Burada Elmira Şahtantiskayanın Novruza hazırlıq əsəri ilə tanış oluruq. Həmçinin Anar Hüseynzadənin Novruz bayramı və deməli Novruz bayramı Xalidə Səfərova. Burada maraqlı məlumatları bu qədər. Daha sonra burada deməli hansı ki gildən saxsı qabların hazırlanması, duluqçuluq sənəti ilə bağlı olan məlumatlara baxarsınız. Burada plastilindən deməli qabın hazırlanma ardıcıllığıdır. Hissələri müəyyənləşdiririk, onları uyğun formaya salırıq və əşyanın dəqiqləşdiririk, naxışlarını əlavə edirik. Burada da plastillə qabdakı hansı ki maraqlı naxışları görürük. Daha sonra burada deməli Əli Səfərovun Su Gözəlləri əsərini görürük. Bu kitabda onun bir Qızıl Payız, bir də Su Gözəlləri əsəri verilibdir Əli Səfərovun. Daha sonra burada hansı ki bizim tikmələrə naxat çəkən rəssamımız Mirzə Qədim İravani haqqında məlumat verilibdir. Həmçinin onun Gürcüstan İncəsənət Muzeyində saxlanan Mahtərət xanım əsəri ilə tanış oluruq və Azərbaycan İncəsənət Muzeyində saxlanılan Mirzə Qədim İravaninin Gənc Oğlan əsərini görürük. Daha sonra burada plastilindən boyunbağı hazırlamanın ardıcıllığına baxarsa, ilk öncə plastilindən uzun hörmələr hazırlayırıq. Daha sonra onu eyni bərabər stiker vasitəsilə eyni bərabər hissələrə bölürük. Hansısa stikerdə bilirsiniz ki, bu plastilin bıçağıdır. Daha sonra onları uyğun formalara salırıq, belə gördüyümüz kimi. Bu istənilən forma ola bilər. Daha sonra onu sapa və yaxud da ki, belə deyim də, bu məftil də ola bilər, sap da ola bilər ki, ip də ola bilər ki, ona düzürük. Və belə gözəl təsvirlər yaradırıq. Daha sonra burada hansı ki, bizim
Azərbaycan xalq rəssamı Rasim Babayevin Cırtdan nağılına çəkdiyi illüstrasiyalarla tanış oluruq. Burada Mahmud Tağıyevin hansı ki Bəyəxları Nərgizlər əsəri ilə tanış olduq. Onun Lalələr əsərini görürük. Xalidə Səfərovanın Süsələr əsəri ilə tanış oluruq. Burada isə güllərdən aplikasiya hazırlamağının ardıcıllıqla tanış oluruq. Biz ilk öncə güllərdən aplikasiya hazırlayırıqsa da, kağızı ortadan 2 qatlayırıq dairəyə formada kəsdikdən sonra. Daha sonra qələmlə onu eyni bərabər hissələrə bölürük. Eyni bərabər hissələri kəsirik qayçı ilə. Onları daha sonra burmaqla, belə deyim də, bir-birinin üzərinə yapışdırırıq gülləri hazırlamaq üçün. Gördüyünüz kimi bu ardıcıllıqla. Daha sonra yarpaqlarını kəsirik və digər bir səthi üzərində gülləri və yarpaqları yapışdırırıq. Bu da aplikasiyanın hazırlanma ardıcıllıq və bu ardıcıllığını bacardığınız qədər yadınızda saxlayın. Çünki belə deyim də, imtahanda bu ardıcıllıq sizlərdən soruşulur. Daha sonra burada deməli bizim hansı ki bürünc dolçamız haqqında məlumat verilibdir ki, Louvre-da, hansı ki Parisdə yerləşən bu möhtəşəm muzeydə saxlanılır. Daha sonra Topqapı İstanbulda yerləşən bu Polad dəbilqəmizi görürük və kəmər fraqmentimiz, hansı ki Topqapı belə deyək sarayında saxlanılır. Ermitaj, hansı ki Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bu möhtəşəm muzeydə isə bizim Tunç şamdanımız, hansı ki bu gördüyümüzdə bürünc qabımız saxlanılır. İkinci sinifdən də bu qədər. İnşallah ki, inanıram ki, videom sizlər üçün faydalı oldu.